Azan kitabı. Azanın başlanması. İbn Ömer radiyallahu anhuma rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra əvvəl namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşırdılar. Çünki o vaxt heç kəs cəmaatı namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda söhbət açdılar və onların bəzisi dedi: "Xristianlar kimi zəng çalın." Bəziləri də yox, Yahudilər kimi buynuza bənzər bir alətdən istifadə edin dedi. Ömər isə dedi: "Bəlkə bir adam təyin edəsiniz cəmaatı namaza çağırsın." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Ey Bilal, qalx cəmaatı namaza çağır." Azanın sözlərinin 2 dəfə təkrar edilməsi. Rəvayət olunur ki, Ənəs radiyallahu anhu demişdir: Bilala azanın sözlərini cüt sayda, iqaməni isə qad qamətis salət sözləri istisna olmaqla tək sayda oxumaq əmr edilmişdi. Azanın fəziləti. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin. Azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır. İqamə bitdikdə isə geri qayıdır. Və nəhayət insanla onun qəlbi arasında dayanıb ona filan şeyi və filan şeyi yadına sal deyərək namazı qurtarana qədər onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını yadına sala bilmir. Azanın uca səslə oxunması. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri radiyallahu anhu demişdir: Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Müəzzinin səsini eşidən elə bir cin, elə bir insan və elə bir məxluq yoxdur ki, qiyamət günü ona şahidlik etməsin. Azan qan tökülməsinin qarşısını alır. Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər hansı bir qövmün üstünə getdikdə, səhər açılana dək onlara hücum etməyib gözləyərdi. Əgər oradan azan səsi eşitsəydi, onlarla vuruşmaqdan vaz keçər, azan eşitməsəydi onlara hücum edərdi. Adam müəzzinin səsini eşitdikdə nə etməlidir? Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Azanı eşidəndə müəzzinin dediklərini təkrar edin. Rəvayət edilir ki, Muaviyyə radiyallahu anhu müəzzinin dediklərini Əşhədü ənnə Muhammedən Rasulullah sözlərinə qədər təkrar etdi və müəzzin Hayyə aləl salah deyəndə isə o La havlu və la quvvətə illə billah dedi. Axırda da buyurdu: Biz Peyğəmbərimizin belə dediyini eşitmişik. Azan bitdikdən sonra oxunan dua. Cabir ibn Abdullah radiyallahu anhuma rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Hər kim azanı eşitdikdə Allahümmə Rabbə həzihi dəvəti tammə və sələtil qaymə ati Muhammedənil vəsilətə vəl-fədilətə vəb'əshu məkamən məhmudənilləzi vəəttəhu desə, qiyamət günü mənim şəfayətimə qovuşar. Azan vermək üçün püşk atmaq. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Əgər insanlar azan verməyin və namazda birinci sırada durmağın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər və buna nail olmaq üçün püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar. Əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötüb keçməyə çalışardılar. Və əgər onlar işa və sübh namazlarının cəmaatla birgə qılmağın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa məscidə gələrdilər. Namaz vaxtının yetişdiyini kör adama xəbər verən olarsa, onda o da azan verə bilər. İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bilal gecə azan verir. Siz İbn Ummu Məktum azan verənədək yeyin, için. Bu hədisi rəvayət edən ravilərdən biri demişdir: İbn Ummu Məktum kör idi və ona səhər açılır deyilməyincə o azan oxumazdı. Dan yeri söküldükdən sonra azan vermək.
Hafsə rəvayət edir ki, müəzzin sübh namazı üçün azan verib qurtaranda və artıq dan yeri söküləndə Peyğəmbər sallallahu aleyhi və səlləm iqamədən əvvəl 2 xəfif rükətli namaz qılardı. Dan yeri sökülməmişdən əvvəl azan vermək. Abdullah ibn Məsud radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bilalın azan oxuması sizə səhur yeməyinizi yeməyə mane olmamalıdır. Çünki o gecə namazını qılanlarınızı xəbərdar etmək və yatanlarınızı oyatmaq üçün gecə vaxtı azan verir. Bu isə dan yerinin sökülməsi və ya sübh namazının vaxtının başlanması demək deyildir. Bunu deyəndən sonra o, barmaqlarını yuxarı qaldırıb aşağı endirərək işarət etdi. Hədisi danışan ravi şəhadət barmağını orta barmağının üstünə qoyduqdan sonra onları özündən sağa və sola işarə etdi. O, bununla dan yerinin bütün üfüq boyu necə söküldüyünü qəsd edirdi. Hər kim istəsə 2 azan arasında namaz qıla bilər. Burada 2 azan deyildikdə azan və iqamə nəzərdə tutulur. Abdullah ibn Müğəffəl əl-Müzəni rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə dedi, hər 2 azan arasında namaz vardır. Sonra da əlavə etdi, bunu istəyənlər üçün. Digər rəvayətdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər 2 azan arasında namaz vardır. Hər 2 azan arasında namaz vardır demiş və 3-cü dəfə bunu istəyənlər üçün deyə əlavə etmişdir. Qoy səfərdə azanı bir müəzzin versin deyən kimsə. Rəvayət edilir ki, Malik ibn Hüveyris radiyallahu anhu demişdir: Mən qəbiləmizdən olan bir neçə adamla Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim və biz 20 gün onun yanında qaldıq. O bizimlə çox mehriban və mülayim rəftar edirdi. Nəhayət bizim ailələrimiz üçün darıxdığımızı görüb dedi: Qaydın, onların yanında olun, bu dini onlara öyrədin. Onlara namaz qıldırın, namaz vaxtı yetişdiyi zaman qoy biriniz azan verib sizi namaza çağırsın və sizin ən yaşlı olanınız sizə namaz qıldırsın. Digər rəvayətdə Malik ibn Hüveyris radiyallahu anhu demişdir: Səfərə çıxmaq istəyən 2 nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi və Peyğəmbər sallallahu aleyhi və səlləm onlara belə buyurdu: Səfərdə olduğunuz zaman namaz vaxtı yetişdikdə azan oxuyun, sonra iqamə verin, sonra isə qoy ən yaşlı olanınız sizə namaz qıldırsın. Müsafirlər səfərdə bir cəmaat olduqda azan və iqamə verməyin zəruriliyi. İbn Ömər radiyallahu anh rəvayət edir ki, soyuq və ya yağışlı gecədə səfərdə olarkən Peyğəmbər sallallahu aleyhi və səlləm müəzzinə azan verməyi əmr edər və azan bitdikdən sonra buyurardı: Namazınızı evinizdə qılın. Namaza tələsən adamın biz namazı buraxmışıq deməsi. Rəvayət edilir ki, Əbu Qatadə radiyallahu anhu demişdir: Biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə namaz qılarkən, o namaza gələn adamların hayküyünü eşitdi. Namazı bitirdikdən sonra soruşdu: Nə olub sizə? Onlar dedilər: Biz namaza tələsirdik. Peyğəmbər dedi: Bir də belə etməyin. Namaza gələndə sakitcə gəlin. Hansı rükətə çatsanız onu imamla birlikdə qılın. Buraxdıqlarınızı isə fərdi şəkildə tamamlayın. Cəmaat iqamə verilərkən imamı gördükdə nə vaxt ayağa qalxmalıdır? Əbu Qatadə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Namaza iqamə verildikdə məni qarşınızda görənə qədər ayağa qalxmayın. Rəvayət edilir ki, Ənəs radiyallahu anhu demişdir: Bir dəfə namaza iqamə verildi. Peyğəmbər sallallahu aleyhi və səlləm hələ də məscidin bir tərəfində kiminləsə gizli söhbət edirdi. O, namaz qılmaq üçün ayağa qalxanda əshabələrdən bəziləri artıq yuxulamışdı. Cəmaatla namaz qılmağın vacib olması. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Canım əlində olan Allaha and olsun ki, mən istərdim əmr edəm, odun yıxsınlar. Sonra əmr edəm, cəmaatı namaza çağırmaq üçün azan versinlər. Sonra da bir adama cəmaata namaz qıldırmağı tapşıram və namaza gəlməyən kişilərin evinə gedib onların evlərini yandırıb kül edəm. Canım əlində olan Allaha and olsun ki, əgər onlardan birisi burada
ona üstündə yağlı ət parçası olan sümük və ya bir cüt qoyun dırnağı veriləcəyini bilsəydi, mütləq işa namazına gələrdi. Cəmaat namazının fəziləti. İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, cəmaat namazı fərdi namazdan 27 dərəcə üstündür. Cəmaatla qılınan sübh namazının fəziləti. Rəvayət edilir ki, Əbu Hureyra radiyallahu anhu demişdir, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Cəmaat namazı birinizin fərdi şəkildə qıldığı namazdan 25 dəfə üstündür və gecə mələkləri ilə gündüz mələkləri sübh namazında bir yerə toplaşırlar. Əbu Hureyra dedi, istəyirsinizsə bu ayəni oxuyun. Sübh çağı oxunan Qur'anın şahidləri olur. Əbu Musa radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, cəmaatla birgə namaz qıldıqlarına görə ən böyük mükafatı o kəslər qazanırlar ki, onlar məscidə gələndə ən uzaq məsafəni qət edirlər. İmamla birgə namaz qılmaq üçün namazı gözləyənin mükafatı isə, namazı qılan kimi yıxılıb yatan kimsənin mükafatından daha böyükdür. Zöhr namazının ilkin vaxtında qılınmasının fəziləti. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, bir nəfər yolla gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah da onun əməlini bəyəndi və onun günahlarını bağışladı. Sonra buyurdu, 5 nəfər şəhid sayılır. Taundan ölənlər, qarın xəstəliyindən ölənlər, suda boğulanlar, uçqunlar altında qalıb ölənlər və Allah yolunda vuruşub şəhid olanlar. İzləri hesablamaq. Burada namaza gedən insanların evindən məscidə qədər atdığı hər addıma görə qazandıqları savabın hesablanması nəzərdə tutulur. Ənəs radiyallahu anhu rəvayət edir ki, Sələmə oğulları öz evlərindən köçüb Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın bir yerdə məskunlaşmaq istəyirdilər. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm istəmirdi ki, onlar Mədinənin ətrafını boş qoysunlar və buyurdu, məgər siz ayaq izlərinizi hesablamırsınız? Cəmaatla qılınan işa namazının fəziləti. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, münafiqlər üçün sübh və işa namazlarından daha ağır namaz yoxdur. Əgər onlar bu iki namazın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa məscidə gələrdilər. Məsciddə oturub namazı gözləyən kimsə barəsində və məscidlərin fəziləti haqqında. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, 7 qisim insan vardır ki, Allah onları öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə öz kölgəsi altında kölgələndirəcəkdir. Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, onun yolunda birləşib, onun yolunda ayrılan 2 nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda, mən Allahdan qorxuram deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi və ya qadın. Səhər və axşamüstü məscidə gedənin fəziləti. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kim səhər və axşamüstü məscidə gedərsə, hər gedişində Allah onun üçün cənnətdə bir yer hazırlayar. İqamə oxunduqdan sonra fərz namazından başqa namaz qılmaq olmaz. Əzd qəbiləsindən olan Abdullah ibn Malik ibn Buheynə radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm iqamə verildikdən sonra bir adamın 2 rükət namaz qıldığını gördü. Peyğəmbər namazı bitirdikdən sonra cəmaat onun ətrafına yığışdı. Və o, sübh namazını 4 rükət mi qıldın? Sübh namazını 4 rükət mi qıldın deyə soruşdu. Xəstə hansı halda cəmaat namazında iştirak edə bilər? Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman, namaz vaxtı yetişdikdə və azan verildikdən sonra buyurdu, Əbu Bakra deyin, cəmaat namazı qıldırsın.
Ona dedilər ki, Əbu Bakır ürəyi yumşaq adamdır. Əgər sənin yerinə imamlıq etsə, cəmaata namaz qıldıra bilməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm sözünü təkrar etdi. Yanındakılar da ona eyni cavabı verdilər. Üçüncü dəfə o buyurdu: Siz Yusufa gözü düşən qadınlar kimisiniz? Əbu Bakra deyin cəmaat namazı qıldırsın. Beləliklə, Əbu Bakır məscidə gedib cəmaat namazı qıldırmağa başladı. Bu əsnada Peyğəmbərin halı yaxşılaşdı və 2 nəfər onun sağından və solundan qoluna girib, onu məscidə apardı. Mən onun xəstəliyi yüzündən ayaqlarını yerlə süründüyünü sanki indi də görürəm. Əbu Bakır onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi. Lakin Peyğəmbər əli ilə ona işarə etdi ki, yerində qal. Sonra onu imamın durduğu yerə apardılar və o Əbu Bakırın yanında yerə oturdu. Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılmağa başladı. Əbu Bakır namazına davam etdi və cəmaat da Əbu Bakıra tabe olaraq namaz qıldı. Digər rəvayətdə deyilir ki, Peyğəmbər Əbu Bakırın sol tərəfində oturdu, Əbu Bakır isə ayaq üstə namaz qıldı. Başqa bir rəvayətdə isə Ayşə radiyallahu anhə demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləmin vəziyyəti ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman o öz zövcələrindən xahiş etdi ki, ona mənim evimdə baxsınlar və onlar da buna razılıq verdilər. İmam namazı ancaq xütbədə iştirak edənlərə mi qıldırmalıdır və yağış yağarkən o cümə xütbəsi söyləməlidirmi? Abdullah ibn Əl-Haris rəvayət edir ki, yağışlı bir gündə hər yan palçıq içində ikən İbn Abbas radiyallahu anh xütbə söyləyirdi. Müəzzin azan verərkən Hayyə aləs-sələh sözünə çatdıqda İbn Abbas ona belə buyurdu: Cəmaata bildir ki, namazı evlərində qılsınlar. Xütbədə iştirak edənlər bunu eşitdikdə bir-birlərinə baxdılar. Sanki bu onların xoşuna gəlmədi. Odur ki, İbn Abbas dedi: Deyəsən bu sizin xoşunuza gəlmədi. Lakin məndən də xeyirli olan birisi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm belə etmişdir. Düzdür, cümə namazında iştirak etmək vacibdir. Ancaq mən sizi əziyyətə salmaq istəmirdim. Ənəs radiyallahu anhu rəvayət edir ki, Ənsardan olan kök bir kişi dedi: Mən səninlə birlikdə məsciddə namaz qıla bilmirəm. Sonra gedib Peyğəmbər sallallahu aleyhi və səlləm üçün yemək hazırladı. Onu evinə dəvət etdi. Onun üçün yerə həsir saldı. Həsirin kənarlarına su çilədi və Peyğəmbər bu həsirin üstündə 2 rükət namaz qıldı. Carud nəslindən olan bir nəfər Ənəsdən soruşdu: Peyğəmbər hər gün duha namazını qılardımı? Ənəs dedi: Mən onun o gündən başqa nə vaxtsa bu namazı qıldığını görmədim. İqamə oxunduqdan sonra süfrəyə yemək verilərsə nə etməli? Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Süfrəyə şam yeməyi verilərsə, məğrib namazını qılmamışdan əvvəl şam yeməyinə başlayın və yeməyinizi yedikdə tələsməyin. Ev işlərində ailəsinə köməklik edən və iqamə verildikdən sonra namaza gedən kimsə haqqında. Rəvayət edilir ki, Ayşə radiyallahu anhədən Peyğəmbər sallallahu aleyhi və səlləm evdə nə işlə məşğul olur deyə soruşdular. Ayşə dedi: O ev işlərində əhli əyalına köməklik edər. Namaz vaxtı yetişdikdə isə namaza gedərdi. Peyğəmbərin qıldığı namazı, habelə onun qoyduğu sünnəni insanlara öyrətmək məqsədi ilə onlara namaz qıldıran kimsə. Rəvayət edilir ki, Malik ibn Hüveyris radiyallahu anhu demişdir: Hərçənd indi mən namaz qılmaq istəmirəm, lakin mən sizə namaz qıldıracağam. Peyğəmbər sallallahu aleyhi və səlləmin necə namaz qıldığını görmüşəmsə, elə də namaz qılıram. Elmi və hörməti olan kəslər cəmaata namaz qıldırmağa daha haqlıdırlar. Rəvayət edilir ki, Ayşə radiyallahu anhə demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm xəstələndiyi zaman buyurdu: Əbu Bakıra deyin cəmaat namazı qıldırsın. Mən dedim: Əbu Bakır sənin yerinə imamlıq etsə, onun ağlamağı üzündən cəmaat heç nə eşidə bilməyəcək. Buna görə də cəmaat namazı qıldırmağı Ömərə həvalə et. Ayşə deyir ki, mən Hafsəyə dedim: Peyğəmbərə de ki, Əbu Bakır onun yerinə imamlıq etsə, onun ağlamağı üzündən cəmaat heç nə eşidə bilməyəcək. Elə isə qoy cəmaata namaz qıldırmağı Ömərə həvalə etsin. Hafsə belə də etdi, lakin Peyğəmbər dedi: Yetər. Həqiqətən siz Yusufa gözü düşən qadınlar kimisiniz.
Əbu Bəkrə deyin, cəmaata namaz qıldırsın. Bundan sonra Həfsə Ayşə dedi, mən heç vaxt səndən xeyir görmədim. Ənəs ibn Malik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatına səbəb olan xəstəliyə tutulduğu zaman cəmaata namazı Əbu Bəkr qıldırdı. Nəhayət, bazar ertəsi cəmaat namaz qılmaq üçün cərgə düzüldükdə, Peyğəmbər qaldığı hücrənin pərdəsini qaldırdı və ayaq üstə dayanıb bizə baxmağa başladı. Onun üzü sanki Qur'an kağızı idi. Sonra o gülümsədi. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmi görəndə sevincimizdən az qaldı ki, namazdan çıxaq. Əbu Bəkr Peyğəmbərin namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə keçdi. Peyğəmbər bizə namazınızı tamamlayın işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gündə vəfat etdi. İmamı əvəz edən kimsə cəmaata namaz qıldırmağa başladıktan sonra həmişə namazı qıldıran imamın gəlib çıxması. Səhl ibn Səd Əs-Səidi radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Amr ibn Avf oğullarının yanına getmişdi ki, onların arasını düzəlsin. Bu əsnada namaz vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi, cəmaata namaz qıldıracaqsansa iqaməni verim? Əbu Bəkr bəli deyə cavab verdi. Beləliklə Əbu Bəkr cəmaata namaz qıldırdı. Cəmaat namazda ikən Peyğəmbər qayıdıb gəldi və cərgələrin arasından keçib birinci cərgədə durdu. Bu vaxt cəmaat əl çalmağa başladı. Lakin Əbu Bəkr namaz qılarkən başını arxaya çevirməzdi. Cəmaat bərkdən əl çalmağa başladıqda o arxaya çevrildi və Peyğəmbəri gördü. Peyğəmbər əli ilə ona işarə etdi ki, yerində qal. Belə olduqda Əbu Bəkr əllərini göyə qaldırıb, Peyğəmbərin ona verdiyi əmrə görə Allaha həmd səna etdi. Sonra da arxaya çəkilib birinci cərgədə durdu. Peyğəmbər isə önə keçib cəmaata namaz qıldırdı. Namazı bitirdikdən sonra dedi, ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerində qalmağına mane olan nə idi? Əbu Bəkr dedi, Əbu Kuhafənin oğluna Peyğəmbərin qarşısında namaz qılmaq yaraşmazdı. Sonra Peyğəmbər cəmaata dedi, niyə siz bu qədər çox əl çaldınız? Hər kim namaz əsnasında özünə şübhə doğuran bir şey görsə, qoy, Subhanallah desin. Əgər Subhanallah desə, ona diqqət yetirilər. Əl çalmaq isə qadınlara aiddir. Namazın vaxtı keçdikdən sonra azan vermək. Rəvayət edilir ki, Əbu Qatadə radiyallahu anhu demişdir. Bir gecə biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə səfərdə olarkən bəzi adamlar dedilər, ey Allahın elçisi, bizə dincimizi almağa izin versəydin yaxşı olardı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, qorxuram ki, namaz vaxtı yatıb qalasınız. Bilal, mən sizi oyadaram dedi. Beləliklə hamı uzanıb yatdı. Bilal kürəyini öz dəvəsinə söykədi ki, yatmasın. Lakin onu da yuxu apardı. Nəhayət Peyğəmbər günəşin qövsü üfüqdə göründüyü vaxt oyandı və ey Bilal, hanı verdiyin söz deyə soruşdu. Bilal dedi, mən heç vaxt belə bərk yatmamışdım. Peyğəmbər buyurdu, Allah istədiyi vaxt canınızı alır və istədiyi vaxtda onu sizə qaytarır. Ey Bilal, qalx cəmaatı namaza çağır. Bundan sonra Peyğəmbər dəstəmaz aldı və günəş artıq üfüqdən qalxıb parıldamağa başladıkdan sonra qalxıb namaz qıldı. Cabir ibn Abdullah radiyallahu anhuma rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər ibn Xəttab gün batandan sonra müsəlmanların yanına qayıtdı və Qureyş kafirlərini söyməyə başladı. Sonra dedi, ya Rasulullah, mən əsr namazını gün batana yaxın qıldım. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, vallahi mən əsr namazını hələ qılmamışam. Sonra biz Buthana yollandıq. Orada Peyğəmbər dəstəmaz aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq. Gün batandan sonra o əsr namazını, arxasınca da məğrib namazını qıldırdı. Ənəs ibn Malik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Kim namazını unudarsa, qoy yadına düşən kimi onu qılsın. Unudulan namazın bundan başqa kəffarəsi yoxdur. Uca Allah buyurur, məni xatırlamaq üçün namaz qıl. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Siz namazı gözlədiyiniz müddətdə namaz qılmış hesab olunursunuz. Yəni, bir o qədər savab qazanırsınız. İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm
Ömrünün axırında bizə işa namazını qıldırdı və salam verdikdən sonra ayağa qalxıb dedi: Bilirsinizmi bu gecə hansı gecədir? Həqiqətən 100 ilin tamamında bugün yer üzündə olanlardan heç bir kimsə qalmayacaq. Bunu deyəndə o, həmin gecədən etibarən 100 ilin tamamını qəsd edirdi. Rəvayət edilir ki, Abdurrahman ibn Əbu Bakır radiyallahu anhuma demişdir: Süffə əhli kasıb adamlar idi. Odur ki, Peyğəmbər buyurdu: Kimin 2 nəfərlik yeməyi varsa, qoy 3-cü bir adamı da yeməyə dəvət etsin. Əgər 4 nəfərlikdirsə, 5-cisini və ya 6-cısını da yeməyə çağırsın. Əbu Bakır 3 nəfəri, Peyğəmbər sallallahu aleyhi və səlləm isə 10 nəfəri evinə apardı. Mən, anam və atam bir evdə yaşayırdıq. Abdurrahman deyir ki, Əbu Bakır Peyğəmbərin yanında axşam yeməyini yedi. Sonra da işə namazını qılana qədər gözlədi. Daha sonra geri qayıdıb Peyğəmbər axşam yeməyini yeyənə qədər orada qaldı. Və gecənin bir hissəsi keçdikdən sonra evinə gəldi. Arvadı ondan soruşdu: Qonaqlarının yanına gəlməyə sənə nə mane oldu? O dedi: Olmaya onlara şam yeməyi verməmisən. Arvadı dedi: Onlar sən gələnədək istəmədilər. Qabaqlarına yemək qoyuldu, lakin imtina etdilər. Abdurrahman deyir ki, mən atamın qorxusundan qaçıb gizləndim. Atam isə ay həşərat deyə qışqırıb məni danladı. Yemək süfrəyə gətirildikdən sonra dedi: Yeyin, onsuz da canınıza sinməyəcək. Vallahi mən o yeməkdən yeməyəcəyəm. Abdurrahman deyir ki, Allaha həmd olsun ki, biz hər dəfə bir loxma götürdükcə altından yemək daha da artırdı. Nəhayət hamı yeyib doydu və yemək əvvəlkindən daha çox oldu. Əbu Bakır yeməyə baxıb onun olduğu kimi qaldığını və ya daha da artdığını görəndə arvadına dedi: Ey Firas oğullarının bacısı, bu nədir? Qadın dedi: Gözün aydın, indi yemək əvvəlkindən 3 dəfə artıq olmuşdur. Beləliklə Əbu Bakır da o yeməkdən yedi və yeməyə toxunmayacağına dair and içməsini qəsd edərək, bu şeytanın işidir, dedi. O yeməkdən bir loxma da yedikdən sonra Peyğəmbərin yanına apardı və yemək səhərə qədər onun yanında qaldı. O vaxta qədər bizimlə bir qəbilə arasında saziş bağlanmışdı ki, artıq onun müddəti bitmişdi. Biz bu qəbilədən 12 nəfər seçdik. Onlardan hər birinin yanında Allaha məlum olan sayda adamlar var idi. Onların hamısı bu xörəkdən yedi və ya buna bənzər bir söz dedi. İmam namazı uzatdıqda zəruri işləri olan bir adamın namazdan çıxıb onu tək başına qılması haqqında. Rəvayət edilir ki, Cabir ibn Abdullah radiyallahu anhuma demişdir: Muaz ibn Cəbəl Peyğəmbərlə birlikdə namaz qılar. Sonra da qayıdıb öz tayfasına namaz qıldırardı. Bir dəfə o işa namazını qıldırarkən Əl-Bəqərə surəsini oxudu. Buna tab gətirə bilməyən bir nəfər namazdan çıxdı. Deyəsən, Muaz onun barəsində xoşagəlməz sözlər söylədi. Bu hal qəziyyə Peyğəmbərə xəbər verildikdə o 3 dəfə ara qarışdıransanmı ey Muaz dedi və ona müfəssəl surələr arasından 2 surə oxumağı əmr etdi. İmamın qiyamı çox uzatmaması, rüku və səcdələri isə tam yerinə yetirməsi haqqında. Əbu Məsud radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi: Ey Allahın elçisi, vallahi mənim sübh namazına gəlməməyim ona görədir ki, filan kəs bizə onu uzun-uzadı qıldırır. Əbu Məsud deyir ki, mən Peyğəmbərin öyüd nəsihət verərkən o günkü qədər bərk qəzəbləndiyini görməmişdim. Sonra o dedi: Həqiqətən aranızda dinə qarşı nifrət oyadanlar vardır. Qoy aranızdan cəmaata namaz qıldıran kəs bunu xəfif etsin. Çünki onların arasında xəstələr, zəiflər və təcili işi çıxmış kimsələr ola bilər. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaata qıldırdığı namazı uzatmazdı, lakin onu tam yerinə yetirərdi. Körpənin ağlamasını eşitdikdə namazı xəfif şəkildə qılan kimsə. Əbu Qatadə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Mən namaza duranda onu uzun-uzadı qılmaq istəyirəm, lakin körpənin ağlamasını eşidəndə onun anasına əziyyət verməyim deyə namazımı qısaldıram. İqamə oxunduğu zaman və ondan sonra sıraların düzəldilməsi. Nomən ibn Bəşir radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Namaza duranda sıralarınızı düzəldin və arada qalan boşluqları doldurun. Yoxsa Allah sizin üzünüzü dəyişdirər, aranıza ədavət salar.
İmamla cemaatın arasında divarın veya başka bir maniyenin olması. Ayşe radiyallahu anh'a rivayet edir ki, Peygamber sallallahu aleyhi ve sellem geceler öz hücresinde namaz kılardı. Hücresinin divarı alçak olduğundan bazı adamlar onun namaz kıldığını gördüler ve ona koşulup namaz kıldılar. Səhər açılanda isə bu haqda cəmaata danışmağa başladılar. Növbəti gecə o yenə namaza durdu və cəmaat da ona qoşulub namaz qılmağa başladı. Bu hal 2 veya 3 gecə davam etdi. Nəhayət yenə vaxt yetişdikdə o evdə oturub namaza çıxmadı. Səhər cəmaat ondan bunun səbəbini soruşduqda belə dedi: "Mən gecə namazının sizə vacib buyurulacağından qorxdum." Gecə namazı. Zeyd ibn Sabit radiyallahu anhu rivayet edir ki, Peygamber sallallahu aleyhi ve sellem Ramazan ayında özü üçün hücrə düzəltdi və bir neçə gecə orada namaz qıldı. Əshabələrindən bir qismi ona qoşulub bu namazı qılmağa başladı. O bunu biləndə evində oturub namaza çıxmadı. Sonra onların yanına gəlib dedi: "Mən sizin nə etdiyinizi başa düşürəm. Ancaq ey insanlar, öz evlərinizdə namaz qılın. Çünki fərz namazlarından başqa ən fəzilətli namaz insanın öz evində qıldığı namazdır."